2-ci Şəhidlər Xiyabanının adı dəyişdirilib. Milli qəhrəman şəhid general-mayor Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin də dəfn edildiyi 2-ci Şəhidlər Xiyabanının adı dəyişdirilib. Gözaltı xəbər verir ki, bu barədə Oxu Aza Müdafiə Nazirliyindən bildirilib. Bundan sonra həmin xiyaban hərbi memorial məzarlıq adlanacaq. Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Polkovnik Anar Eyvazov APAya açıqlamasında bildirib ki, Vətən müharibəsinin 5-ci il dönümü çərçivəsində Ali Baş Komandanın göstərişinə uyğun olaraq hərbi memorial məzarlıqda geniş miqyaslı bərpa işləri həyata keçirilib. 1-ci və 2-ci Qarabağ müharibəsi, aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda helikopter qəzasında şəhid olmuş hərbi qulluqçularımızın, vətənə xidmətdə xüsusi fərqlənən generallarımızın, zabitlərimizin, müxtəlif dövlət təltifləri ilə təltif edilmiş mülki şəxslərin uyuduğu bu ərazidə aparılan yenidən qurma işləri nəticəsində mövcud olan daş hasar aradan qaldırılıb. Ali Baş Komandanın göstərişi ilə həyata keçirilən yenidən qurma işləri nəticəsində 12 milli qəhrəman, 11 vətən müharibəsi qəhrəmanı olmaqla ümumilikdə 670 şəhidin uyuduğu bu məkanda şəhid ailələrinin istək və təklifləri də nəzərə alınıb. Onun sözlərinə görə 44 günlük vətən müharibəsini simvolizə edən monumental abidə inşa edilib. Həmçinin 44 günlük vətən müharibəsində hər bir günü, məlumatları, hadisələri özündə əks etdirən lövhələr ucaldılıb. Ərazidə aparılan yenidən qurma işləri ilə əlaqədar bizim üçün müqəddəs olan bu ərazi xalqımızın milli mənəvi dəyərlərini, şəhidlərimizin əziz xatirələrini simvolizə etdirir. Bu müqəddəs məkanı ziyarət edən hər bir vətəndaşımız burada şəhidlərimizin fədakarlığını hiss edəcək, bizim irsimizi daim qəlbində qoruyacaq. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.